Velo Yolcu kanalından hər kəs salamlayıram dostlar. Bugünkü bizim turumuz inşallah Azərbaycanın ən qədim, ən zəngin və ən dəyərli bölgələrindən birinə gedirik. Təbii ki, biz oranın həsrətini çox çəkmişik və bugün şükürlər olsun Allah Taala bizə qismət edib biz ora gedirik. Təbii ki, mövzu Qarabağ turundan gedir. İnşallah dəyərli qardaşlarla Qarabağ turuna biz start veririk bugün. Bu deyim sizə Azərbaycanda bəlkə də bir ilk olacaq. Təbii ki, velosipedçi qardaşlardan bunu eləyənlər olub. Lakin bizi kimi, yəni Bakıdan durub velosipedlə Qarabağa sürüb və Qarabağın 11 rayonunu gəzmək bu olmuyor. Bunu inşallah biz eləyəcəyik. Bir ilk olaraq mən Fərid, Rəşad və Samir qardaşlarla birlikdə üçümüz bunu eləyəcəyik. Təbii ki, bizim bir dəyərli qardaşımız Yaşar bu gün təəssüf ki, işi ilə bağlı bizə qoşula bilmədi, amma biz əminik ki, ürəyi bizləndir. Yaşar, səni də buradan salamlayıram qardaşım. Və çox danışmaq istəmirəm. İnşallah yolumuza biz start verdik. Gördüyünüz kimi Bayıldayıq 20-ci sahədə. Və buradan üzü sahil qəsəbəsinə gedirik. Bu qədər. Yaşar qardaşım, nə deyə bilərsən Qarabağ turu ilə bağlı? Salamlayıram Fəridin izləyiciləri, Fərid qardaşımızın izləyicilərini. Mən onu deyə bilərəm ki, bədəndə həyəcan, psixoloji güc, sevgi, məhəbbət, yəni belə deyək. Çünki Qarabağ turunu aylardır hazırlaşmışıq. Yəni çox gözəl olacaq, bilirəm, möhtəşəm olacaq. Düzdür, biraz ağrılarım var. Yəni mən bunu motivasiyam olaraq istəmirəm düşsün, amma mən bu tur üçün yaşamışam da. Yəni bu tura bir belə pis çıxmasın. Yəni nə bilim, ayağımdan məhrum olmağı demirəm, amma ayağım şişib nə boyda. Amma bu tur mən nəyə görə göstərirəm? Fərid və onun kollektivi olaraq biz, yəni velosipedçilər, biz konkret olaraq belə pis çıxmasın, bu yolda, velosiped yolunda çox həvəskarlıq və çox psixoloji gücümüz var. Ona görə də nə hadisə olsa belə biz bu hadisəyə nə edirik? Fərid qardaşım, tab gətiririk. Tab gətirib gedirik. Ona görə də inşallah ki, Qarabağ turumuz belə Fərid qardaşımızdan, Samir qardaşımızdan inşallah ki, gedirik. Fəxr edirəm sizdən qardaşlar. Allah sizi cansız eləsin. İnşallah Şuşa Laçın olacaq. İnşallah Allahın izni. Allah bizə o günü yaşatsın. Allahın izni ilə. Bəli dostlar, velosipedlərimiz də gördüyünüz kimi Rəşadın velosipedi Kanyon tam hazır. Və bu da mənim qara qızım Trek. İngilvari yükləmişəm və yolumuza start verdik. Bir şey yoxdur da, tura nə təzə başlayır. Düşmüşük küləyə. Düşmüşük küləyə. İnşallah tək ümidimiz odur ki, küləyi kəssin. Yoxsa çox çətin olur. Çünki mən velosipedçiyəm, tək ayaqlı. Xeyri yoxdur. Bizim qəsəbim o zaman. Bəli dostlar, sahil qəsəbəsindəyik. Turumuz əla olacaq, möhtəşəm olacaq, bayraqları da görürsünüz. Əziz Azərbaycan bayrağı. Bəli, biz bu bayraqla ilk dəfə yeniləyirik ki, çünki Qarabağdır, Qarabağ. Qarabağda bayraq dalğalanmalıdır inşallah. Bəli dostlar, Hacıqabul rayonu biz gəlib çatdıq. Təəssüflər olsun ki, artıq 2 nəfərik. Amma bu bir son deyil, yola davamdır. Samir qardaşımızı xoşa gəlməz bir hadisə ilə məcburi şəkildə yola saldıq. Çox istədik ki, o bizlə gəlsin, amma velosipedin vəziyyəti və Samirin öz sağlığı buna əl vermədi. Eybi yox, inşallah qismət gələn səfərə biz isə yolumuza davam edirik. Hacıqabul rayonu 104 kilometrdən sonra. Rəşad qardaşım, artıq ikimizik Allah bu yolda. Allah versin. Samir qardaşımıza da Allah şəfa versin. Təbii ki, Hacıqabul, mən əslində sevindiyim budur ki, Fərid qardaşım mənim yanımdadır. Həqiqi mən o xətrini çox istəyirəm. Yəni Allah razı olsun. Bu sözü çox deməyə xoşlamıram. Amma yəqin hiss edir ki, mən sevinirəm ki, yanında Fərid var, Fərid kimi qardaşım var. Allah onu qorusun. İnşallah Allah bizi yolda xətadan bağdan qorusun. Yaxşı ki varsan Fərid. Vallahi həqiqi səmimi deyirəm. Sən yaxşı qardaşsan. Hacıqabula da gəlmək münasibətilə səni təbrik edirəm. Sağ ol. Burada nələr var qabaqda.
Gəlmişik Hacı Qabulda, qəşəng Rəşad qardaşım. Şən kamp edirik. Bu yeri tapmasaydıq inansan Allah bilir çöllükdə harda. Bu Qamışlıqla zətdə Bu eləyərdik. əsl belə, yəni belə deyim də, mədəni çöllük. Yəni bəli qardaşım, həqiqi mədəni çöllüyə, yəni Görürsüz də, yəni ətrafa bir dənə baxın, nə bir zibil atmaq var, nə bir şey. Təbiəti qoruyub saxlamaq lazımdır. yığışdırıb təmizləyib gedəcəyik qardaş. Yəni elə belə olmayacaq. Gözəl var. Çayımız da burada qaynayır, yorğun. Gecə saat 1-dən sürürük də biz, hə? Axşam 12-dən çıxmışıq bir yerdə. Axşam saat 12-dən biz yoldayıq və indi gəlmişik belə səhər yeməyinə Hacı Qabulun parkında. Belə qəşəng kölgəlik bir yerdə. Əziz Kürdəmirlilər, sizi salamlayıram. Biz gəlib çatdıq. Həqiqətən Bakıdan düz tutduğum nöqtəyə qədər 151 kilometr yol sürmüşəm. Bu 151 kilometr hamısı üzü küləyə olur dostlar. Yəni həqiqətən deyirəm, baxın sadəcə olaraq. Baxın ətrafdan, küləyə necə olur. Və bu küləklə plus hava da isti, külək də isti külək vurur. Həqiqətən çox çətindir. Sularımız qızır, suları içmək olmur. Buna baxmayaraq biz təslim olmuruq, amma çox təəssüflər ki, biz istədik su qovuşanda dayanaq, amma qismət olmadı bu günlük orada dayanmaq. Ona görə də biz su qovuşana sabah səhər tezdən çıxacağıq. Bu gün gecəni Kürdəmirdə qalacağıq. Həqiqətən çox ağır tur keçir. Mən yəni bilirdim zaten Qarabağ turu ağır olacağını, amma bu qədərini təsəvvür edirdim. Maşallah olsun. Sabah xeyirli olsun. Biz gedirik inşallah su qovuşana. Bunu biz özümüzlə daşıyırıq, amma qutarmır da, çox hərəkətlidir Fərid. Hələ qeykulesi də yiyə bilmirik. Babasımız, kəndir yuxanımız, qəşənglə çayımız, dəmimiz. Qanqabda çay içirik, olan şey, kişi başına şikələr. Yəni, özüm önüm, bu, mən evdə səhər yeməyi ərinirəm bəzən yeməyə, zat deyirəm, əşid, kim dedi, burada 10 dəfə də bu səhər yeməyində yiyərim, sən niyə? Çünki burada əziyyətdən sonra səhər yeməyi yemək var. Bu yeməyi yiyib kənd havası da qardaş. Bu havayı bax bir daha. Hava adamı bizə deyir, yeməli. İştahını açır adam. Adamın iştahını açır. Ona görə həyatda konkret olaraq belə şeylərdən zövq almaq lazımdır. Fərid qardaşımla biz Kürdəmir idman kompleksindəyik. İnşallah ki turumuza çıxırıq, davam edirik. Su qovuşana qədər qismət olsa Fərid, hava da yaxşıdır, sürəcəyik. Əsas o da külək yoxdur. Külək yoxdur qardaş, külək bezdirdi də bu külək. Yolumuz inşallah su qovuşan, səhər yeməyindəydik biz. Qəşəng inşallah yolumuz, velosipedlərimiz də budur. Qardaşım göstərin, uzaqdan görsənir. Hazırdır, canavarlar hazırdır. Qəşəng, söz.
Biz dünən şiddətli bir küləyə düşdük. Onun ucu baxımdan Demə. yəni video çəkmək halında deyilik Onun də. vaxtımıza yatmışıq. Təsəvvürünüzə gətirin. İndi bir çox adam bilər, bilməyənlər üçün də izah edeyim. Velosipedçinin ən böyük düşmanı nədir qardaş? Külək. Külək deyil. Başda birinci külək. Ən birinci külək. Bir də niyə külək külək? yağmış. Sizə izah edeyim niyə külək bizə problem yaradır da. İndi bir çox adam bilə də bilər, bilməyənlər üçün də izah edeyim. Çünki sən velosipedi sürəndə külək sən iki növdə külək. Yəni külək sırf düşman deyil də belə deyim. Külək arxadan vursa bizim ən böyük dostumuzdur. Çünki arxadan vuranda sən sürətin elə bir daha da axır, sənə əlavə kömək olur. Amma biri də var ki, sən üzü küləyə gedirsən və elə bir səndən əlavə normalda sən belə tutalım. Yaxşı havada 2 dəfə pedal fırlayırsansa, üzü küləyə sən 10 dəfə pedal fırlayırsan. Bax bu çətinliyi var üzü küləyə və təsəvvürümüzə gətirin biz Bakıdan 180 kilometr üzü küləyə sürmüşük. Biz o məsafəni normalda neçə saatda sürməli idi? Maksimum 5 saatda da, 6 saat. Hə, valla elə olub ki, biz onu Kürdəmirə 5 saat yarım. Biz onu sürmüşük 10 saata. İndi təsəvvürünüzə gətirin belə bir şey deyəcəm. Biz Qusara getdik, 8 saata çatdıq. Hələ o Qusarın yoxuşları ilə bildik. Niyə? Çünki hava xoş idi. Ona görə biz məcbur qaldıq Kürdəmirdə dostlar. İndi səhər yeməyimizi eləyirik. Bu günümüzə. Bu Kitaylıların stəkanlarını oxşadıyım. Qəbqabın neyniyə də stəkan yazar yoxdur. Yeməyimizi yeyirik, enerjimizi toplayırıq və inşallah bu gün artıq Qarabağa belə deyərlər, daxil olmalıyıq biz. İlk Qarabağda dayanacağımız yer su qovuşan olmalıdır. İnşallah. Allah cəmi bütün şəhidlərə rəhmət eləsin, ruhları şad olsun. Biz isə yeməyimizi yeyib yolumuza davam edirik. Bəli dostlar, biz artıq Kürdəmirdən çıxırıq. Gördüyünüz kimi hər şey əladır. Hər şey möhtəşəmdir. Yolumuza davam edirik. Babat isti olacaq bu gün hiss olunur. Amma biz bacaracağıq. İnşallah ki bugünkü istiqamətimiz Kürdəmirdəyik və su qovuşana gedəcəyik. Allahın izni ilə. Bizi izləmədə qalın. Hər şey əladır. Bəli dostlar. Artıq buradan çıxırıq. Biz Kürdəmirdəyik hal-hazırda. Olimpiya İdman kompleksində. Və gedirik indi su qovuşana inşallah. Təxmini bir 160 kilometr yol göstərir. Allahın izni ilə bunu bacaracağıq. Səhər saat hələ 8-dir. Xeyli vaxtımız var. Əsas odur küləyi yoxdur görürsünüz. Küləyi yoxdur. Kürdəmir Olimpiya İdman kompleksi rəhbərliyinə təşəkkürümüzü bildirdik. Bizə qarşıladılar burada. Yer ver elədilər. Bax belə bir gözəl kompleksdir. Böyük həyətli yaşıl baza. Hər şey superdir. Gedək. Allahın izni ilə yolumuza çıxaq. Bizi izləyin. Çox qəşəng videolar olacaq. Təsəvvür edin. Yəni bizim imkanımız zəifdir. Nə mənada? Yəni çünki turçu yox. Yəni təsəvvür edin ki bizim artıqlaması ilə Bəli və budur. Ucar rayonu. Gəldik, çatdıq. Hər şey əla. Aha. Əziz Ucarlılar, sizi salamlayıram. Velo Yolcu kanalının bəri. Yolumuza davam edirik. Baxmayaraq ki, hava həddindən artıq çox istidir. Külək də bir balaca bizə qarşı mübarizə aparır. Amma inşallah ki, bu yolun geri dönüşü yoxdur. Necə deyərlər? Bakıya, buradan cəmi Bakıya 198 km. Bir dəqiqə maşın tutum, atım velosipedi qayıdım, amma xeyr. Mən söz vermişəm, mənim məqsədim var və bu motivasiya o sözdən imtina etməyə qoymayacaq. İnşallah Allahın izni ilə bu gün su qovuşana çatmalıyıq. Hardasa bir 160 km, 150 km bir yolumuz qalır. Neçədə çatdıq. Ət dayanacağımız yer su qovuşa. Artıq sabahdan inşallah əzlərim. Sabahdan Qarabağı başlayırıq gəzməyə. Dəyərli Rəşad qardaşımla Şuşa, Xankəndi, Xocalı, gəziləsi yerlər var ya qardaşlar. Bəli. Təbiətli yerlər. Burada bilirsiniz necə? Burada kimsə inciməsin bizdən. Aran zonadır, quraqlıq yerdir. Burada yəni bizim sizə çəkib, bax,
Gəl bax ora qardaşım. Mən bu sizə nəyini çəkim göstərmək istəyirəm. Mən sizə ancaq bir onu deyə bilərəm ki, əziz Kürdəmirlilər, Ucarlılar, sizə hamınızı öpürəm, bağrıma basıram. Həqiqətən də bizim xalqımız kimi dünyada ikinci xalq mən tanımıram. İzləmədə qalın, yolumuza davam edin. Belki yine çaşır da yani. Kilometreden sonra gelirik Berdeye. Ağdaş rayonu. Hədəfimizə daha da addımla irəli. Bəli dostlar, gördüyünüz kimi Ağdaş rayonu 245 kilometrdən sonra düzdür, dəhşət isti var, onu da qeyd edeyim sizə. Həqiqətən pulumuz, belə deyim də, pulumuz ancaq suya gedir. Suyu buradan aldırıb qoyursan, qalın qardaş. 1 dəqiqə, 2 dəqiqədən sonra soğudur hamam suyu. Həqiqətən bir başqa iradə lazımdır, bir başqa motivasiya lazımdır bu turu bacarmaq üçün. Çox adam bax yazırsınız, velosiped sürək, sizə qoşulaq. Vallahi billah, yəni çətindir. Qoşularsınız, halınız pisləşər. Bu gündə, bu küləkdə sürmək üçün nəinki güc, əlavə psixoloji iradə də lazımdır. İnşallah biz pəs etmirik, yolumuza davam edirik. İstiqamət Suqovuşan. Saxladılar. 271 kilometrdən sonra Yevlax rayonu. Hər şey əladır. Yolumuza bir şey qalmıyor. Videolarım çok sele tutmuştu. Eyni şey demiyorum da başa düştüm. Böyle olmalı. Çakırsan neyse. Videodur. Kadr arkasıydı ciddi o. Bəli dostlar. Qardaşım hardayıq? Hal-hazırda. Yevlaxda təbii ki. Biz bunu bacarırıq, biz bunu çox rahat eləyirik. Bizim üçün heç bir çətinlik yoxdur. Nədir ki? Yevlaxda. Yüngülvari isti var, biraz külək var. Biraz da məsafə sürmüşük, 274 km. Nədir ki, yəni vallahi hər şey boş şeydir. Zarafat bir yana, amma dostlar, birdən kimsə elə bilər asandır. Xeyr, asan deyil. Çətinliyi var həqiqətən. Həm fiziki olaraq, həm psixoloji olaraq çətindir. Yəni düşünməyin ki, filankəs qrup Yevlaxa getdi, mən də gedərəm. Yəni bunun üçün hazırlaşmaq lazımdır aylarla. Düzdür, adam var illərlə hazırlaşır. Mən şəxsən oktyabr ayından bu yana sürürəm. Artıq neçənci rayonumdur bilmirəm, sayını itirmişəm. Amma yəni bacarıram, şükürlər olsun. Əksən, mən bir gün bilməzdim ki, mən qardaşımla, Fərid qardaşımla Yevlaxdan keçəcəm. Yəni hətta Qarabağa gedəcəm. Və yəni o gün bu gündür. Ən əsas önəmli şey baxır kiminlə yola çıxırsınız. Hər adamla da yola çıxılmaz. Bu gördüyünüz qardaş, mən dünən Kürdəmirdə bəlkə də artıq imtina elirdim bu turdan. Yəni bu öz Allah şahididir, yalan danışmıram. Onun dəstəyi nəticəsində, motivasiyası sayəsində mən bunu bacardım və artıq Suqovuşana hardasa 60-70 kilometr qalır. Bu qədər sadə. Çalışın siz də sürün və bizi izləyin. Nə sualınız varsa bizdən soruşun. Biz isə yolumuza davam edirik. Buradan da risk birdən belə dağları yaxınlaşdırım kadrı. Qar diyor.